Salam, hər vaxtınız xeyir. Növbəti videomuza xoş gəlmisiniz. Bu videoda isə mən şəbəkənin əsasları olan IP-dir, MAC adresdir, IRP protokoldur və subnetting kimi mövzulara ümumi toxunmaq istəyirəm. Bu ola bilsin çox dərinə getmədik biz bu video dərslikdə, ancaq ümumi olaraq istəyirəm ki, məlumatınız olsun ki, kibertəhlükəsizlik növbəti mövzularda artıq sizin üçün belə deyim, mövzuları əhatə edən zaman rahat olsun. Bundan daha öncəsində biz VLAN-dır, WAN-dır, LAN-dır, buna oxşar digər şəbəkə ilə bağlı mövzuları əhatə etmişdik. Müəyyən mövzular isə qalmışdı. İndi inşallah birlikdə onları əhatə eləyəcəyik. Bundan sonrakı şəbəkə ilə bağlı videolarımızda isə biz ola bilsin müxtəlif protokollardan bir daha danışdıq və yaxud müxtəlif texnologiyaları eyni şəkildə əhatə elədik. Daha çox bu tərzdə video üçün videonu bəyənib kanala abunə olmağı unutmayın. İnşallah istəyirsinizsə başlayaq. Gördüyünüz kimi burada bizim ümumi silabusumuz var, mündərizatımız var. Bu dərsdə biz IP ünvanından, MAC ünvanından, IRP protokolundan və subnettingdən ümumi danışacağıq. Arada bəzi ehtiyac olan protokollar və standartlara da eyni şəkildə göz gəzdirəcəyik. Ümumi olaraq IP ünvanından başlayaq. Hal-hazırda mən qısa bir izahat verəcəm. Növbəti slaydlarda artıq bacardığım qədər geniş və aydın şəkildə izah verməyə çalışacağam. IP ünvanı nədir? IP ünvanı hər bir cihazın identifikatorudur, belə deyə bilərik. İnternet protokol sözlərinin qısaltmasıdır. Şəbəkədə bir məlumat göndərilən zaman IP ünvanından istifadə eləyir. Burada məsələn telefonlar olsun, kompüterlər olsun, buna bənzər digər cihazların hər birinin bir IP ünvanı olur və bu həmin IP ünvanları həmin bu cihazların bir növ kimliyi rolunu daşıyır. Sadəcə IP ünvanı ilə də təbii ki, kifayətlənmirik. Biz daxili şəbəkədə məlumat göndərmək istəyiriksə MAC adres ehtiyacımız olur. IP ünvanı ilə MAC adresin fərqlərini birazdan toxunacağam. Lakin biz bu ikisini bilsək, belə deyim, IP protokolunda necə işlədiyini rahat şəkildə anlaya bilərik. Daha sonra subnetting mövzusuna toxunacağıq. Bundan öncəki dərslərdə biz subnetting haqqında müəyyən qədər danışmışdıq. Demişdik ki, IP4 adresləri kifayət qədər yoxdur. Bu səbəbdən biz bəzi müxtəlif metodlara, addımlara əl atırıq ki, bu IP ünvanları rahatlıqla paylaya bilək və digər bütün avadanlıqlar arasında rahatlıqla məlumat transferini bərpa eləyək. Birazdan inşallah onun haqqında daha detallı şəkildə danışacağıq. Deməli, IP ünvanı nədir? IP ünvanı siz özünüz məsələn hal-hazırda əgər Windows cihazından istifadə edirsinizsə, ipconfig yazaraq, Linux-da isə ipconfig yazaraq eyni şəkildə IP ünvanınızı öyrənə bilərsiniz. IP ünvanı nədir? Bayaq da qeyd etdik ki, şəbəkəyə qoşulmuş hər bir cihaz unikal şəkildə tanınan rəqəmsal identifikatordur. IP ünvanı dəyişə bilər, hər zaman statik olmur. Ümumi olaraq IP ünvanlarının da iki növü var. Statik IP ünvanları var və dinamik IP ünvanları var. Burada söhbət nədən gedir? Statik IP ünvanları manual şəkildə, yəni əl vasitəsilə daxil olunan IP ünvanlardır. Yenə deyirəm, bundan öncəki dərslərdə də demişdim. Əgər danışdığım hər şey sizə aydın olmasa narahat olmayın. Kommentlərdə soruşaraq, əgər qaranlıq bir hissə qalsa, mən detallı şəkildə həmin sualları yenə bir daha sizə izah etməyə çalışacağam. Statik IP ünvanları nədir qeyd etdiyimiz kimi, ola bilsin şəbəkədə çox vacib cihazlar olsun, məsələn printer olsun və yaxud IP ilə işləyən, məsələn proyektor olsun deyə və yaxud buna bənzər digər vacib cihazlar olsun. Biz bunlara əsasən IP ünvanlarını şəbəkədə statik olaraq veririk, yəni dəyişilməz olaraq qalmalıdır. Çünki bu şəbəkənin ən vacib resurslarından biridir. Bunun IP ünvanı dəyişsə, bizim üçün bəzi problemlər yarana bilər. Dinamik IP ünvanı isə elə deyil. Dinamik IP ünvanı məsələn evinizdə girib məsələn deyək telefonunuzda Wi-Fi üzərindən klikləyərək orada IP ünvanının sizə necə verildiyini öyrənə bilərsiniz. Yəni əsas məsələ ondan ibarət ki, dinamik IP ünvanları dinamik şəkildə, yəni rastgele şəkildə paylana bilər. Yəni siz bu gün 192.168.1.100 IP ünvanı almısınızsa, səhərsi gün 192.168.1.50 IP ünvanı ala bilərsiniz və bunun çox bir əhəmiyyəti yoxdur. Bu dinamik IP ünvanlarıdır və DHCP protokolu üzərindən paylanır. Qeyd etdiyim kimi şəbəkədə əgər vacib cihazlar varsa, bu çox zaman statik IP ünvanları ilə verilir. Digər qalan şəbəkə cihazları isə daha çox dinamik IP ünvanları əsayin olunur, belə deyim. Unikallıq dedik, eyni şəbəkədə iki cihazın eyni IP ünvanı ola bilməz. Yəni çünki siz deyək, əgər eyni evin içindən internetə çıxmaq istəyirsiniz, Google-dan nəsə axtarırsınız və s. Bu Google sizin təbii ki, burada network arası translation prosesi də baş verir. Yəni sadəcə birbaşa sizin IP ünvanınıza gəlmir. Ancaq ümumi olaraq məlumatın sizə necə göndərildiyi, bayaq da qeyd etdiyim kimi IP və MAC ünvanlarına əsasən müəyyənləşdirilir. Bu zaman siz eyni IP ünvanı daşıya bilməzsiniz. Hər kəsin özünə unikal bir IP ünvanı olur. Ancaq bayaq da qeyd etdiyim kimi bu IP ünvanları dəyişə bilir. Məsələn, siz bu gün deyək 1.50 almısınızsa və başqa bir avadanlıq 1.52 alıbsa, siz səhərsi gün 1.52 ala bilərsiniz. Digər avadanlıq isə 1.50 IP-sini ala bilər. Ancaq ümumi olaraq eyni vaxtda eyni IP-ni ala bilmərsiniz. Ümumi olaraq burada da qeyd olunub, bu IP versiya 4-ün
bir nümunəsidir. Hal-hazırda 2 dənə IP versiyası var. Onun haqqında da hazır söz düşmüşkən danışmaq istəyirəm. Bundan öncəki dərslərdə də qeyd etmişdik ki, IPv4 ünvanları bizə kifayət eləmir. Yəni ümumi ilk olaraq IP anlayışı ortaya çıxıb və V4 olaraq daha sonradan adlandırılıb. Çünki bu müəyyən qədər bir limiti var və hal-hazırda günümüzdə bildiyiniz kimi adi kofe aparatlar belə internetlə işlədiyi üçün onlar da bir IP ünvanı tələb eləyir və bu cihazların sayı artdığı üçün artıq IP4 ünvanları kifayət eləmir. Bunun üçün IPv6 dediyimiz, versiya 6 dediyimiz yeni bir texnologiya ortaya çıxıb. Bu daha çox məsələn trilyonlarca, kvadrilyonlarca artıq müxtəlif IP ünvanı təklif eləyir ki, hal-hazırda bəzi cihazlar tərəfindən IP versiya 6-da istifadə olunur. Lakin birazdan danışacağımız kimi bunun yerinə subnetting adlandırdığımız bir anlayış da ortaya çıxıbdır. Yəni IPv6 o qədər də çox istifadə olunmasa da, hal-hazırda subnettinglə müəyyən qədər o tələbat qarşılanır. Funksiyası nədir? Şəbəkələr arasında məlumat marşrutlaşdırmasını, yəni kommunikasiyanı belə deyək, idarə eləyir. Burada IPv4-ün ümumi quruluşunu görə bilərsiniz. Hər hansı bir IP ünvanı IPv4-dən söhbət gedir. 4 hissədən ibarətdir və bu 4 hissənin hər biri oktetlər adlanır. Gördüyünüz kimi, məsələn 192 bir oktetdir, 168 bir oktetdir, 1 bir oktetdir, 10 isə digər bir oktetdir və hər biri 8 bit olur. Yəni ümumi IP ünvanı 32 bit təşkil eləyir. Bu oktetlər də ikili say sistemindən istifadə olunaraq təyin olunur. Gördüyünüz kimi, ikili say sistemi nədir? 0 və 1-lərdən ibarət olan, yəni binary adlandırdığımız say sistemidir. Hər oktetdə 0-dan 255 arasında dəyər ala bilər. Bu IP-nin növləridir. Bildiyiniz kimi hal-hazırda 5 dənə müxtəlif IP adresi, IP kateqoriyası mövcuddur. A, B, C, D və Y kateqoriyaları. Növbəti slaydlarda inşallah bunun haqqında bir daha danışacağıq. Hal-hazırda kommersiya istifadəsi üçün ABC IP ünvanlarından istifadə olunur. Bunlar yenə təyinatına görə dəyişir. Qeyd etdiyim kimi birazdan inşallah bunun haqqında yenə detallı danışarıq. Burada nömrələnməni görə bilərsiniz. Məsələn, 192-də 1-1, daha sonra sıfırlar yazılıb, 168-də 1-0-1-0-1, daha sonra sıfırlar, 1-də isə sadəcə sonunda 1 yazılıb. Bu nədir? Bu əslində IP-nin belə deyim, hesablamasında da istifadə etdiyimiz bir anlayışdır. Növbəti slaydlarda yəqin ki, bunun haqqında bizim hissəmiz olacaq. Ancaq mən nəzərə olsa da yenə sizə izah eləmək istəyirəm. Qeyd etdik ki, 8 bitdən ibarətdir hər bir oktet və bu 8 bit hər biri müxtəlif bir rəqəmi ifadə etmək üçün istifadə olunur. Bu necə hesablanır? 2 üstü 0-dan başlayaraq 2 üstü 7-yə qədər qeyd olunur. Yəni ilk rəqəm bizdə 1 olur. Məsələn, bu gördüyünüz 0-ın yerinə tutalım 1 üstü 2 üstü 0, daha sonra 2 üstü 1, daha sonra 2 üstü 2, 2 üstü 3, 2 üstü 4, 2 üstü 5, 2 üstü 6, 2 üstü 7. Bu da necə olur məsələn? 2 üstü 0 bildiyiniz kimi 1-i ifadə eləyir. Burada yəni belə deyim 2-yə vura-vura gedirik. Məsələn, bizdə hər bir oktetdə son rəqəm 1 olur, ikinci rəqəm olur 2, üçüncü rəqəm olur 4, daha sonra 8, 16, 32, 64 və 128. 192-ni necə hesablayıb desəz, bayaq qeyd etdik ki, məsələn, ilk rəqəm 1 olur, son rəqəm isə 128 olur. Biz 192-ni yazmaq üçün bu iki rəqəmdən istifadə edirik. Yəni 128 üstəgəl 64, yəni bunları toplayanda 192 verir. Daha sonra 168-i hesablamaq üçün biz 128, daha sonra 32, daha sonra 8, bunu da cəmi eyni şəkildə 168 eləyir. Birdə sonda olan bir rəqəmi, yəni 2 üstə 0 kifayət eləyir deyə sonda bir dənə 1 yazılır. 10 yazmaq üçün də biz 2 və 8 rəqəmlərindən istifadə eləyirik. Qeyd etdiyim kimi bir daha, yəni çətinlik olsa narahat olmayın. İnşallah növbəti slaydlarda bir daha bunun haqqında geniş danışacağıq. Daha sonra MAC ünvanından danışmaq istəyirəm. IP ilə MAC ünvanının fərqləri əsas nədən ibarətdir? Buna da toxunacağıq. MAC adresi ümumi olaraq hər bir şəbəkə interfeysinə istehsalçı tərəfindən verilən unikal fiziki identifikatordur. Avtomobilin məsələn şəxsi nömrəsi kimi bu ünvan cihazın doğuşdan sahib olduğu bir anlayışdır. Söhbət burada nədən gedir? Biz dedik ki, IP ünvanı lokal şəbəkəyə görə dəyişə bilər, dinamik ola bilər, yəni fərqli bir IP ünvanı da ala bilərik. Ancaq MAC adresləri belə deyil. MAC adres qeyd etdiyimiz kimi kompüterin öz içində yazılır istehsal olunan zaman. Bu da iki hissəyə bölünür. Bir, istehsal olunan, belə deyim, hansı fabrik istehsal edibsə, onun bir identifikatoru olur ilk 3 hissədə. Digər 3 hissədə isə məsələn random bir rəqəm ola bilər. Bunda təbii ki, hesablama qaydası mövcuddur. Sadəcə nəzərimizdə nə olsun ki, MAC ünvanı dəyişilə bilməz, ancaq IP ünvanı dəyişilə bilər. IRP-də də biz bu səbəbdən MAC və IP ünvanlarını bir-birinə calayaraq məlumat transferini, yəni kommunikasiyanı yaradırıq. Qeyd etdiyimiz kimi istehsalçı tərəfindən verilir, Network Interface Card istehsal zamanı təyin edilir və dəyişdirilmir. Kiber təhlükəsizlikdə bunun dəyişdirilməsinin metodları var, MAC snooping və s. var, ancaq bu biraz məntiqi olaraq və kompüterlərin başını aldadaraq baş verir. Ancaq normalda bu MAC ünvanları dəyişdirilə bilməz. Daha sonra yerli şəbəkədə LAN daxilində cihazların bir-biri ilə ünsiyyəti üçün istifadə olunur. Hansı ki biz kommunikasiya zamanı qeyd etdiyimiz kimi IRP protokolu IP və MAC ünvan cütündən istifadə eləyir və dəyişməzdir. IP-dən fərqli olaraq Network Interface Card dəyişmir və sabit olaraq hər zaman qalır.
Bayaq da qeyd etdiyimiz kimi MAC ünvanının iki quruluşu mövcuddur. Ümumi 6 hissədən ibarətdir və 16-lıq say sistemində rəqəmlər alır. 16-lıq say sistemində nədir? 0-dan başlayaraq 9-a kimi gəlir. 9-dan sonra isə A, B, C bu hərfləri alır. Say sistemləri haqqında məlumatınız yoxdursa, YouTube-a say sistemləri yazaraq da həmin mövzunu daha detallı şəkildə öyrənə bilərsiniz. Ancaq bilin ki, subnetting zamanı biz bu say sistemlərindən çox geniş şəkildə istifadə edirik. MAC ünvanı isə 48 bitlik ikili rəqəmlərdən ibarətdir. Burada göstərilən hər bir aralıq, belə deyək, 6-dan aralıq mövcuddur. Hər biri 1 baytdır, yəni 8 bitdir. 8-i də 6-ya vururuq, 48 alırıq. Ümumi olaraq da yəni bunu yəqin ki, bilirsiniz ki, 1 bayt 8 bit deməkdir. İnsanlar üçün 12 rəqəmli heksadesimal, yəni 16-lıq formatda göstərilir. Hər iki rəqəmdən bir 2 nöqtə və yaxud tire işarəsi ayrılır. Çox başınızı qatmaq istəmirəm, ancaq MAC ünvanlarını bu formada görməsəz, başqa bir formada görsəz başqa bir yerdə, bundan narahat olmayın. Çünki bəzən elə ola bilər ki, MAC ünvanını ixtisara sala bilirik. Bunun üçün də müxtəlif düsturlar, müxtəlif versiyalar var. Dedim ki, nəzərinizə çatdırım. Yəni gələcəkdə MAC ünvanı ilə bağlı qarşınıza imtahanlarda və sair belə bir sual çıxsa və indiki gördüyünüz quruluşdan biraz daha fərqli olsa, buna narahat olmayın. MAC ünvanını da eyni şəkildə ixtisara salmaq üçün metodlar mövcuddur. Yəqin ki, o metoddan həmin yerdə istifadə olunub. Bayaq da qeyd etdiyimiz kimi iki hissədən ibarətdir. İlk hissə istehsalçı tərəfindən müəyyən edilmiş hissədir. Organizationally Unique Identifier deyilir. Daha sonra isə seriya nömrəsi mövcuddur. Yəni sonda olan 3 hissə isə seriya nömrəsini qeyd eləyir. Cihazın unikal identifikator hissəsidir. Keçən növbəti slayda bunun haqqında biz artıq danışdıq, ancaq ümumi olaraq yenə nəzərinizdə olsun ki, IP ünvanı məntiqi ünvandır, yəni logical olaraq təyin olunur, dəyişkən ola bilər, DSP ilə avtomatik və ya statik təyin oluna bilər, hansı ki, bunun haqqında danışdıq. Şəbəkələr arasında marşrutlaşdırma üçün istifadə olunur və bu nümunəni görə bilərsiniz. MAC ünvanları isə fiziki ünvanlardır, qətiyyən dəyişdirilə bilməz. Bayaq toxunduq ki, fərqli metodlarla təbii ki, kompüterin başına alınma olur, amma ümumi olaraq dəyişilməzdir. İstehsalçı tərəfindən network interface kartda yazılır, yerli şəbəkə daxilində ünsiyyət üçün istifadə olunur. Nümunəni də eyni şəkildə burada görə bilərsiniz. Daha sonra biz gələk əsas məsələ ARP protokoluna. Bu daha çox daxili şəbəkələrdə, yəni lokal şəbəkələrdə istifadə olunur qeyd etdiyimiz kimi. Söhbət burada nədən gedir? Deyək biz müəyyən bir şəbəkənin daxilindəyik və bu şəbəkənin içində 6 müxtəlif cihaz var. Mən deyək 192.168.1.10 IP-sini almışam və mən 192.168.1.12 IP adresinə bir məlumat göndərmək istəyirəm. Bu zaman onun sadəcə IP adresini bilməyim kifayət eləmir. Mən bu zaman ARP protokolundan istifadə edərək həmin IP adresinə sahib cihazın MAC adresini də alıram və bu zaman mən dəqiq şəkildə kimə mesaj göndərəcəyimi bildiyim üçün artıq spesifik olaraq həmin cihaza eyni şəkildə mən məlumatı ötürə bilirəm. Bu da necə baş verir? Məsələn, burada bilmirəm vizual olaraq qeyd etmişəm yoxsa yox. Hə, bəli, burada vizual olaraq da qeyd olunub. Ancaq ümumi bir məlumat verim ki, bu broadcast vasitəsilə göndərilir. Məsələn, bir şəbəkənin içində bizim cihazdan məsələn bayaq dedik ki, 192.168.1.10 IP-sini almışıq. Biz broadcast eləyərək şəbəkədə olan bütün cihazlara deyirik ki, mən 192.168.1.12 IP-sinə məlumat göndərmək istəyirəm. Bu IP-yə sahib host hansıdırsa, zəhmət olmasa mənə MAC adresini göndərsin. Bu zaman biz həmin bu ARP resolution nəticəsində baş verir. Biz deyək həmin cihazın MAC adresini daha sonra öyrəndikdən sonra, hansı ki, spesifik olaraq həmin IP ünvanına məxsus cihaz bizə geri dönüş eləyəcək. Daha sonra biz məlumatı həmin cihaza yönləndirə bilərik. Lakin bunu mütləq şəkildə eləməyə ehtiyac yoxdur. Daha öncəsində biz deyək məlumat göndərmişiksə, ARP cache adlandırdığımız bir anlayış var. Bu bizim cihazımızın cache-ində olur, hansı ki, bir list şəklində hansı IP ünvanı hansı MAC adresi ilə əlaqələnibsə, onu biz öz kompüterimizdə də bir daha baxa bilirik. Bu zaman sıfırdan broadcast prosesinin baş verməyinə ehtiyac yoxdur. Problem burada nədir? Cihaz IP ünvanını bilir, lakin MAC ünvanını bilmir. Yəni bu səbəbdən istifadə olunur ki, MAC ünvanı da aydınlaşsın. ARP sorğusu ilə bütün şəbəkəyə bu IP kimindir deyə soruşulur. Nəticədə isə cavab alan cihaz MAC ünvanını öyrənir və yadında saxlayır. Daha sonrakı proseslərdə məlumat göndərmək üçün eyni şəkildə istifadə olunur. Prosesi bir daha belə vizual olaraq da görə bilərsiniz. İlk olaraq ARP sorğusu göndərilir, daha sonra geri dönüş edilir və cache bu qeyd olunur ki, məsələn 192.168.1.12 hostunun MAC adresi budur. Gələn səfərlərdə artıq biz broadcast göndərmədən unikal şəkildə, yəni spesifik olaraq həmin cihaza məlumatları ötürə bilirik. Burada bir daha qeyd olunub, yalnız uyğun IP-yə sahib cihaz cavab verir. Bu məlumat ARP cache-də saxlanılır ki, gələcəkdə yenidən sorğu göndərilməz. Routerdan deyək bizim hostumuz soruşur ki, tutalım bu IP adresinin MAC adresi nədir? Cavab olaraq MAC adresi geri dönüş edilir. Daha sonra ARP cache yazılır və məlumat göndərilir. Növbəti səfərlərdə bir daha broadcast prosesi baş vermir. IP subnettingi mən istəyirəm növbəti videoya saxlayım. Bu videoluq bu qədər. Qeyd etdim ki, mənim hansı bir sualınız olsa şərhlərdə yaza bilərsiniz. Bacardığımız qədər cavablandırmağa çalışacağıq. Diqqətiniz üçün təşəkkür edirəm.